Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günləri sizlərə qrammatika şöbəsinə aid morfologiya bölməsi ilə bağlı olan və morfologiya bölməsinin ilk mövzusu olan isimlə bağlı olan məlumatları təqdim eləyəcəm. Qrammatika sözü qramma, yazı, tika, elm deməkdir. Yəni, qrammatika yazı haqqında elmdir. Və həmin yazı haqqında elmin iki şöbəsi var. Morfologiya, sintaksis. Morfologiya Yunanca morfo, forma, logos, bəs, elm sözlərinə yarar. Yəni, morfologiya forma haqqında elmdir. Və biz morfologiyada nitq hissələrini, onların bölgüsünü, quruluşunu, formasını, dəyişmə xüsusiyyətlərini öyrənəcəyik. Qısa konkret, morfologiyada nitq hissələri ilə bağlı olan məlumatları öyrənəcəyik bu günləri. Deyirsiniz, ay müəllim, morfologiya forma haqqında elmdir də, çünki morfo forma deməkdir, logos da bəs elm deməkdir. Yəni, forma haqqında elmdir morfologiya. Bəs biz forma haqqında elmdə nitq hissələrini niyə öyrənirik? Yəni, nitq hissələrinin forma haqqında elmlə bağlılığı nədir? Yəni, məsələn, biz nitq hissələri niyə morfologiya bölməsində öyrəndik, başqa bölmədə öyrənmədik? Yəni, niyə biz nitq hissələrini forma haqqında elmdə öyrəndik, başqa bölmədə öyrənmədik? Niyəsini deyirəm, diqqətiniz burada olsun. Dilimizdə bilirik ki, 125 mindən artıq söz var. Və bu 125 mindən artıq söz Azərbaycan dilinin izahlı lüğətində cəmləşib. 110 mindən artıq cəmləşib, digərlərdə yenilənən artıq lüğət kitablarında öz əksini tapacaq. Biz bilirik ki, 11 dənə nitq hissəmiz var. 11 dənə nitq hissəmiz hansıdır? İsim, sifət, say, əvəzlik, feil, zərf. Deməli, eyni zamanda qoşma, bağlayıcı, ədat, modal sözlər, nida. Elə burada qeyd olub. İsim, sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, ədat, modal sözlər və nida. Dilimizdə 11 nitq hissəsi var. Məhz bu 125 mindən artıq söz, Azərbaycan dilinin deməli, lüğətinə daxil olan 125 mindən artıq söz məhz bu 11 nitq hissəsində cəmləşib. Hansı xüsusiyyətinə görə 11 nitq hissəsində cəmləşib? Məhz forma xüsusiyyətinə görə 11 nitq hissəsində cəmləşib. 125 mindən artıq sözün hansılar ki, ad bildirən formadadır, hansılar ki, yəni ad bildirirsə o, yəni əşyanın adını bildirirsə o, 125 mindən artıq sözün içərisindən seçiblər. Hansılar ki, əşyanın adını bildirir, yəni formasına görə ad bildirir, o isimlərdə cəmləşib. Hansılar ki, əşyanın əlamət və keyfiyyətini bildirirsə, o sifətlərdə cəmləşib. Hansılar əşyanın miqdarı sırasını bildiribsə, o sayda cəmləşib. Hansılar əşyanı əvəz edirsə, o əvəzlikdə cəmləşir. Hansılar hərəkət bildirirsə, feildə cəmləşir. Hansılar hərəkəti müxtəlif cəhətdən izah edirsə, zərfdə cəmləşir. Yəni, hamısının 125 mindən artıq sözün içərisindən seçirlər. O formada qruplaşdırırlar. Hansılar sözlərə qoşularaq müəyyən məna çaları yaradırsa, qoşmalarda cəmləşəcək. Hansılar sözləri, cümlələri bir-birinə bağlayırsa, 125 mindən artıq sözün içərisində, hansılar ki, sözləri, cümlələri bir-birinə bağlayırsa, bağlayıcılarda cəmləşəcək. Hansılar cümlənin, sözün təsir gücünü artırırsa, ədadlarda cəmləşəcək. Hansılar da modal, belə deyim də, fikrə münasibət bildiribsə, hansı sözlər? Onlar modal sözlərdə cəmləşib, hansılar hiss-həyəcan ifadə edirsə, onlar da məhz nitq hissələrindən nidalarda cəmləşirlər. Bax, məhz bu məsələyə görə biz nitq hissələrini forma haqqında elmdə, yəni morfologiyada öyrənirik. Sintaksis isə tərtib birləşmə deməkdir. Yəni ki, tərtib etmək, birləşdirmək sözündən yaranır. Sintaksisdə həqiqətən biz nəyi birləşdiririk? Sözləri birləşdiririk və beləliklə söz birləşmələri formalaşır. Sözləri birləşdiririk, beləliklə cümlə formalaşır. Cümlələri birləşdiririk, sözləri birləşdiririk, cümlələri birləşdiririk, söz birləşmələri birləşdiririk, beləliklə mətn formalaşır. Yəni, ona görə sintaktik tərtib birləşmə deməkdir.
Nitq hissələri. Sözlərin ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünməsinə nə deyirlər? Nitq hissələri deyirlər. Və nitq hissələri müstəqil lüğəvi mənasına və qrammatik xüsusiyyətinə görə iki yerə ayrılır. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Deməli, nitq hissələrimiz iki yerə ayrılır. Hansılardır? Dedik ki, 11 nitq hissəsi var. İsim, sifət, sayə, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, ədad, modal sözlər, nidalar. Formasına görə bu formada qruplaşıblar. 11 nitq hissəsində. 125 mindən artıq söz 11 nitq hissəsində qruplaşıblar. Həmin nitq hissələri də, məhz 11 nitq hissəsi də iki yerə bölünür. Əsas nitq hissəsi, bir də köməkçi nitq hissəsi. Əsas nitq hissəsi hansıdır? İsim, sifət, say, əvəzlik, feil, zərf. Köməkçi hissəsi hansıdır? Qoşma, bağlayıcı, ədad, modal sözlər və nidalar. Sual yarana bilər. Niyə görə isim, sifət, say, əvəzlik, feil, zərfə biz əsas nitq hissəsi deyirik? Niyə görə qoşma, bağlayıcı, ədad, modal sözlər və nidalara da köməkçi nitq hissəsi deyirik? Çünki biz cümlələr qurarkən isim, sifət, say, əvəzlik, feil, zərfdən istifadə edirik. Yəni, elə bir cümləmiz yoxdur ki, demək olar. Demək olar, elə bir cümləmiz yoxdur ki, söz cümlələr təbii ki, istisna olmaqla, elə bir cümləmiz yoxdur ki, o cümlənin içərisində isim, sifət, say, əvəzlik, feil, zərfdən hər hansı biri olmasın. Yəni, ya isim olacaq, isim olmasa belə orada sifət olar, sifət olmasa belə say olar, nə bilim, isim, sifət, say olmasa əvəzlik olur. Yəni, bu 6 əsas nitq hissəmizdən hər hansı biri, ikisi, üçü mütləq qurduğumuz cümlənin tərkibində iştirak edir. Yəni, isim, sifət, say, əvəzlik, feil, zərf cümləni quran nitq hissələridir. Cümləni quran nitq hissələri bunlar olduğu üçün həmin nitq hissələrinə deyirlər əsas nitq hissəsi. Qoşma, bağlayıcı, ədad, modal sözlər, nidalar isə demək olar cümlə qurmurlar. Yəni, təkcə qoşma, bağlayıcı, ədad, modal söz və nidalardan ibarət olan cümləmiz yoxdur. Yəni, mütləq orada əsas nitq hissəsi olmalıdır. Köməkçi nitq hissələri, qoşma, bağlayıcı, ədad, modal söz, nidadan ibarət olan, təkcə onlardan ibarət olan cümlə yoxdur. Və məhz onlardan ibarət olan cümlə olmadığı üçün, onlar sadəcə olaraq onlar cümləni qurmurlar. Onlar cümlənin qurulmasında əsas nitq hissələrinə yardımcı olurlar, kömək olurlar. Məhz elə buna görə də onlara köməkçi nitq hissəsi deyirlər. Yaxşı, əsas nitq hissəsi ilə köməkçi nitq hissəsinin fərqi nədir? Əsas nitq hissəsinin həm leksik mənası var, həm də qrammatik mənası var. Amma köməkçi hissələrinin leksik mənası olmur, yalnız qrammatik mənası olur. Məsələn, nümunə deyirəm. Deyirəm ki, qapı. Bir də deyirəm ki, deməli, əgər sözü deyəndə söhbətin hansı anlayışdan getdiyini biz dərk edə biliriksə, deməli, həmin sözün leksik mənası var ki, biz onu dərk edirik. Məsələn, qapı deyəndə söhbətin hansı anlayışdan getdiyini dərk edirik. Deməli, qapı sözünün onda leksik mənası var və qapı sözdə nitq hissəsi kimi isimdir. İsmində bildik ki, leksik mənası var. Amma kini deyəndə biz söhbətin hansı anlayışdan getdiyini dərk edə bilmirik. Məhz buna görə kinin leksik mənası yoxdur, həm də ki köməkçi hissəsi olduğuna görə leksik mənası yoxdur. Yəni ki, sözü deyəndə anlayışı dərk ediriksə, onun leksik mənası var, anlayışı dərk edə bilmiriksə, leksik mənası yoxdur. Əsas nitq hissələrinin leksik mənası və qrammatik mənası olur. Leksik məna deyəndə söhbətin hansı anlayışdan getdiyini dərk etmək nəzərdə tutulur. Məsələn, qapı deyəndə söhbətin hansı anlayışdan getdiyini dərk etdik. Qapı isimdir də. Hansı anlayışdan getdiyini dərk etdik. Həm də ki, nitq hissəsi kimi isimdir. Nitq hissəsi kimi isim olmaq onun qrammatik mənasını göstərirsə, söhbətin hansı anlayışdan getdiyini dərk ediriksə, bu da onun leksik mənası olduğunu göstərir. Yəni, qapı sözü isimdir. Bu isim olduğunu bildiyimiz üçün onun deməli qrammatik mənası var. Həm də söhbətin hansı anlayışdan getdiyini dərk etdiyimiz üçün həm də onun leksik mənası var. Amma kinin isə kinin. Leksik mənası yoxdur. Çünki söhbətin hansı anlayışdan getdiyini dərk edə bilmirik. Ona görə leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Çünki ki nitq hissəsi, yəni sözün qrammatik mənasının olmağı onun hansı nitq hissəsi olmağı deməkdir həm də. Ki də həm bağlayıcı kimi çıxış eləyə bilər, həm də ədad kimi çıxış eləyə bilər. Həm də ki, şəkilçi kimi çıxış eləyə bilər və bunların bu üç məqamın üçündə də kinin leksik mənası olmur, yalnız qrammatik mənası olur.
Yenə də deyirəm, söz, məsələn ki, bağlayıcı və ədatdır, yəni hansı nitq hissəsi olduğunu bildim. Deməli, hansı nitq hissəsinin olduğunu bilirəmsə, onun qrammatik mənası var. Ümumiyyətlə, Azərbaycan dilində deyirik ki, 125 mindən artıq söz var və bu 125 mindən artıq sözün hər birinin qrammatik mənası var, hər birinin. Ona görə bütün əsas köməkçi hissələrin hamısının qrammatik mənası var. Sonra, ayrılıqda işlənə bilir. Məsələn, qapı sözü əsas nitq hissəsidir, mən onu ayrılıqda işlədə bilirəm. Amma, məsələn, köməkçi hissəsi kini mən müstəqil şəkildə ayrılıqda işlədə bilmərəm, çünki ayrılıqda işləsəm məna verməz. Suala cavab verir. Qapı nə sualına cavab verdi? Deməli, əsas nitq hissəsi suala cavab verir. Köməkçi hissəsi isə müstəqil şəkildə, bax, müstəqil şəkildə suala cavab vermir. Ki, suala cavab vermir. Sonra, ayrılıqda cümlə üzvü ola bilir, qapı. Məsələn, qapı açıldı. Nə açıldı? Qapı cümlə üzvü kimi nə oldu? Mübtada nə suala cavab verdi. Amma köməkçi nitq hissəsi isə ayrılıqda cümlə üzvü ola bilmir. Məsələn, belə deyim də, sən ki gəlmədin ki, ayrılıqda cümlə üzvü olan. Məsələn, sən mübtadadır, gəlmədin xəbərdir. Ki isə köməkçi hissəsi olduğuna görə ayrılıqda cümlə üzvü ola bilmir. Köməkçi hissələr içərisində bir dənə qoşma, müstəqil şəkildə cümlə üzvü ola bilmir, amma sözlərə qoşularaq cümlə üzvü ola bilir. Məsələn, deyirəm ki, sənin kimi oxuyur. Oxuyur. Sənin kimi oxuyur. Nə edir? Oxuyur xəbər. Deməli, burada kimi köməkçi hissəsi qoşmadır. Bu sənin sözünə qoşularaq, necə, nə tərzdə oxuyur? Zərfli yoldur. Zərflik. Deməli, qoşmaq, qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Amma qoşma da müstəqil şəkildə cümlə üzvü ola bilmir. Sonra, leksik şəkilçi artırma olur. Məsələn, qapı isimdir, əsas nitq hissəsidir. Düzdür? Ona mən leksik şəkilçi artıram qapçı və bu zaman yeni söz yarada bilirəm. Amma köməkçi hissələrə isə leksik şəkilçi artırmaq olmur və yəni yeni söz yaratmaq demək olar mümkün deyil, bəzi istisna məqamları çıxmaq şərti ilə. Sonra, eyni zamanda əsas nitq hissəsi qrammatik şəkilçi qəbul edir, yəni sözün formasını dəyişir. Amma köməkçi hissələri ümumiyyətlə leksik, qrammatik şəkilçi qəbul etmir. Qrammatik şəkilçi qəbul etmədiyinə görə də sözün formaca dəyişə bilmir. Ümumiyyətlə, sözün formasını dəyişən şəkilçi qrammatik şəkilçidir. Məsələn, qapı formaca təkdədir. Qapılar oldu cəmdə. Əsas nitq hissəsi fikir verdi, qrammatik şəkilçi qəbul etdi və bununla da qapı sözü tək idi, larlar qəbul etdi, qapılar. Onu çoxaltdı, formasını dəyişdi. Amma köməkçi nitq hissələri isə şəkilçi qəbul edə bilmir deyə, qrammatik şəkilçi qəbul edə bilmir deyə, yəni sözün formasında qrammatik şəkilçi qəbul edə bilmir deyə dəyişə bilmir. Burada da qoşmalar müəyyən istisnalıq təşkil edir. Yəni necə? Qoşmalar bəzən ismə məxsus olan cəm, mənsubiyyət, hal şəkilçilərini qəbul edə bilər. Xəbərli şəkilçini qəbul edə bilər. Məsələn, deyirəm ki, sənin kimidir. Bu zaman, bəli, sözün forması dəyişilir. Yaxud da sənin kimilər, fərqi yoxdur. Sözün forması dəyişilir. Amma bu demək deyil ki, elə biz köməkçi nitq hissələrini deyəcək ki, deməli, qrammatik şəkilçi qəbul edib sözün formasını dəyişir. Xeyr, istisna məqamdır bu. Sonra, əsas nitq hissələri qurulurca 3 cür olur. Sadə olur, düzəltmə olur, mürəkkəb olur. Məsələn, kitab sadədir. Düzdür, əsas nitq hissəsidir, isimdir, sadədir. Kitabça olacaq düzəltmə. Ayaqqabıda mürəkkəb, qurulurca sadə düzəltmə mürəkkəb olur. Köməkçi hissəsi isə qurulurca sadə ola bilər, bir də mürəkkəb ola bilər. Köməkçi hissəsinin düzəltməsi yoxdur. Qoşma isə təkcə köməkçi hissələrində təkcə sadə olur. Digər köməkçi hissələrimiz həm sadə olur, həm mürəkkəb. Heç bir köməkçi hissəmizin düzəltməsi yoxdur. Sonra, dedik ki, bayaqları, köməkçi nitq hissələri söz yaradıcılığında fəal iştirak etmir. Yəni, köməkçi hissəsi hər hansı bir leksik şəkilçi qəbul edib, yeni söz yaratmır. Yaxud da köməkçi hissəsinin üzərinə hər hansı bir başqa söz artırıb, yeni söz yaratmaq mümkün deyil. Amma istisna məqamlar var. Məsələn, aid qoşmadır.
Yönlü qələ qoşulan qoşmadır. Ona lik, lekçə şeilsi artırıram, aidlik, yeni söz yaradıram. İstisnadır da, xas qoşmadır, yönlü qələ qoşulan qoşma. Ona iyyət, lekçə şeilsi artırıram, xasiyyət və yeni söz yaradıram. Və burada, məsələn, məktəbə qədər sözü, qədər sözü qoşma olsa da, müstəqil mənalı məktəb sözünə qoşulur və yeni mənalı məktəbə qədər sözünü yaradır. Bu istisna məqamlardır. Sonra sual əvəzlikləri əsas nitq hissəsi olsa da suala cavab vermir. Çünki niyə? Sual əvəzliyinin dairəli özü sualdır da. Da sualın özü necə suala cavab versin? Sual əvəzlikləri əsas nitq hissəsi olsa da suala cavab vermir. Bu da deməli əsas və köməkçi nitq hissələri ilə bağlı olan ümumi məlumat idi. Növbəti dərsimizdə isimlərlə bağlı olan məlumatların izahını təqdim edəcəm. Sağ olun, növbəti dərslərdə görüşənədək.